sizlerle birlikte Jason'un 3 oyuncak ve orada aldığım maşın ve garajlar göstereceğim. Garajlar göstereceğim. Ona göre de maşınlarım da 7 tane. Neyse bunu ben arkadaşlarım bu Mercedes ve Nolyetti de Nolyetti. Burada ben bundan almışım. Her neyse. Nolyetti oyuna başlayalım. Ve dostlar maşınlarımı gösterdiğime göre indi ise garajlarımı abinizə göstereceğim. Ve dostlar kanala abone olup like atmayı unutmayın, eksik etmeyin. Bu dostlar benim birinci garajımdır. Garajlar aslında çoxdur, çoxunu göstərə bilməsəm yerlərin çoxunu da bilmirəm. Neyse yoxdur. Birinci göstərdim onu sonradan almışam. Ama en birincisi dostlar bu garajımdır. Bu garajda ben nə günlər keçirmişəm bilə bilməzsiniz. Maşınlar bəli var. Elə bilməyin ki maşın yoxdur içərisində ama var. Neyse dostlar. Şimdi bir daha da garajımı göstereyim. Hazır dostlar ben bu garajı göstermişim. Şimdi kaldı bu garaj. Bu garajda göstersem bir daha da garaj var. Bak buradadır. Başka yoktur garaj, bəli yoktur. Orada o yerə gelirsən. Ama buradan da sürməliyəm ki o həmin yerə gedib garajını götürüm. Sonra garajımda maşın olmaya bilər. Çünki hələ 7 dənə maşınım var. 4 dənə ya da 3, 4, 5, 6 dənə garajım var. Hər neysə dostlar. Neçə də garajım var bilmirəm. O biri garajıma yola çıxdım. Dostlar. Her neyse dostlar oyuna devam edelim. Jason'un 7 tane maşınım var. 7'si de benim en hoşladığım maşınlardan biridir. En hoşladığım Mercedes ile 07 var. Her dünən də maşın almışdım. Onlar yerə göstərmişəm. Polis maşınına dikkat. Polis maşınına dayanıb cəmi 10 min yox cəmi verir. Mənim siz hər 8 minim var. O kadar da pulum yoktur. O bir karşıma hazırda çatılır. Hazırda. Burada. Garajım burada. Garajımı açar baxar. Hansı maşında var. Bir dənə arxası açıq bir maşın var. O bir tərəfdə maşın yoxdur. Çünki hələ olan maşın qoymamışam. Fikirləşmirəm də qoymağı əslində. Burada da garaj var dostlar. Mənim indiyə qədər 4 dənə garajıma baxdınız. Daha doğrusu 3, indi 4-cü garajıma gedirik. Amma çoxdur hamısı. Çıxana qədər ən azı bir keçəsində. Və dostum Alisa mənə yalan deməyib. Demişdi ki bulağın yox o bir yerdə polis maşını var. Düz demişdi ama. Və sonra qarşımıza da çarptı. Çıkmamış bunu bıcılamışam. 6 min almıştım. Sağ olun.